son Xankəndində dalğalan bayrağımız, ondan sonraki o digər ərazilərin işğaldan tam azad olunması var. Bu prosesi onlar necə izləyirdilər? Onlar bu qələbəni necə qeyd elədilər? Hamını salamlayıram, izləyicilərimi salamlayıram. Lütfen xahiş edirəm, yeni bəyəni paylaşasınız, efərimizə daha çox adım qoşulsun. Borçal türklərini də salamlayıram. Əlbəttə biz Gürcistan türkləri, Gürcistan Azərbaycanlıları da 50-60 milyonluq Azərbaycan millətinin bir hissəsiyik. Bizim də yerlərimiz, qardaşlarımız bu müharibədə iştirak etdilər. Şəhidlər verdik, Azərbaycanda qazilərimiz var. Biz özümüzü heç vaxt Azərbaycan millətindən ayrı hesab eləmirik. Əlbəttə, çox möhtəşəm idi. Dünya tarixində olmayan hadisələr baş verdi. Həm hadisələrin sürətlə inkişafı, gedişatı, bundan başqa Şuşa əməliyyatı, bütün digər əməliyyatların hamısı Azərbaycan müzəffər ordusunun nə qədər möhtəşəm hazırlığı, nə qədər yüksək səviyyəsini bir daha dünyaya göstərdi. Bundan başqa Ali Baş Komandan İlham Əliyevin ümumiyyətlə sərkərdəlik, belə deyək ki, qabiliyyəti, müharibədə yeni taktika və strategiyalardan istifadə eləməsi, belə başa düşürəm ki, ildən belə bir tarixçi kimi bunu deyirəm. Bütün dünya hərbi elmində, tarixində hələ uzun müddət müzakirə olunacaq. Bəli, biz çox yüksək, deməli, əhvali-ruhiyyədən bunu qəbul elədik və mən rəhbəri elədiyim siyasi partiya, Gürcistan Amniyyət Siyasi Partiyası, bəlkə izləyərdiniz siz, biz 70-ə yaxın maşından Azərbaycan, Gürcistan, Türkiyə bayraqları, Heydər Əliyevin, İlham Əliyevin fotoları olan, Qaribaşvilin, Ərdoğanın fotolarından biz Tiflis şəhərində möhtəşəm bir manifest keçirdik, belə deyək. Mən status yazmışdım ayın 10-da və demişdim Facebook səhifəmdə ki, yaxınlarda intuisiyadan hiss edirik ki, Xankəndində bayraq sancılacaq. Bunu hələ o, deməli, əməliyyatdan qabaq onu mən yazmışdım. Bizdə belə proqnozlar tez-tez olur, nəsə həm hissiyat, həm də ki, hadisələrin real qiymətləndirilməsi və biraz şey oldu ki, mən Tiflisdən Bakıya gələndə bu bayraq taxıldı. Mən orada müraciət eləmişdim, həm bizim partiyanın aktivistlərini, tərəfdarlarımıza, həm də digər Gürcistanda yaşayan türklərə ki, Tiflis şəhərində parkın qarşısına yığılmalıydıq biz. Həmin o möhtəşəm bayraqlarla, Azərbaycan, Türk, Gürcistan bayraqlarından və Ali Baş Komandanın fotolarından biz yenə Tiflisdə inşallah bu möhtəşəm, deməli, hərəkətimizi eləyəcəyik. Çox ehtimal ki, mən Bakıdan qayıdan kimi siz inşallah görəsiniz, baxarsınız ki, biz bunu eləyəcəyik. Əlbəttə, biz yalnız izləmirik, baxmırıq. Biz 24 saat qrafiklə Gürcistanda, deməli, Gürcistan istər sosial şəbəkə segmentində, istər televiziyalarda, qəzetlərdə birbaşa mücadilə aparırıq. Çünki bilirsiniz, Gürcistanda ermənilərin mövqeyi çox güclüdür. Həddindən artıq Gürcistanda soyadını dəyişmiş ermənilər var, Gürcü soyad götürüblər. Bundan başqa bir çox Gürcülər var ki, ermənilərdən qohumluq əlaqələri var. Və onlar baş verən hadisələri müxtəlif interpretasiya eləməyə çalışırlar. Amma biz həm Gürcü qardaşlarımızın yaxın tarixi adına sallıq ki, Abxaziyada Baqramyan batalyonunun, ermənilərdən ibarət terrorist batalyonun Gürcü xalqına qarşı, Gürcü millətinə qarşı, onların uşaqlarına, qadınlarına qarşı törətdikləri vəhşilikləri biz tez-tez onların yadına salırıq və erməni terroristlər Qarabağı işğal edən dövrdə bizim xalqın başına törətdiyi oyunları, Xocalı faciəsini və s. hamısını izah edirik ki, sadəcə oradan gedən əhali, onlar yerli əhali deyil, onların çoxsu İraqdan, Suriyadan, Ermənistandan gəlmiş terroristlər və s. Və şükür Allahın varlığına ki, ictimai rəyi hələ ki saxlaya bilirik, Gürcistan deməli coğrafiyasında saxlaya bilirik və Azərbaycanın apardığı savaşın haqq savaşı olduğunu da bütün Gürcü cəmiyyətini sübut edə bilirik. İndi də bu yaxınlarda inşallah yenə mən qayıtdıqdan sonra Gürcü televiziyalarını çıxacağıq. Orada bizim partiyamızda Gürcü elitasını təmsil edən Gürcü professorlar, alimlər var bizim partiyanın üzvü. Onlardan bərabər çıxacağıq əlbəttə.
onların da müəyyən hissəsi əslən Abxaziyadandır və çox yaxşı olacaq ki, onlar şəxsən öz özlərindən gördükləri Baqramyan terrorist erməni təşkilatının Gürcü millətinin başına gətirdiyi oyunlar haqqında da ətraflı biz məlumatlar verəcəyik. Biz çox sevindik, bəlkə də dəyərdik, hamıdan çox sevindik, çünki Azərbaycan nə qədər güclənirsə, bizim qamətimiz deməli, o qədər deməli, düz durur. İndiyə nə qədər utana gəzən bir millət 44 günlük möhtəşəm qələbə və belə də 23 saatlıq 7 dəqiqəlik belə möhtəşəm qələbələr əlbəttə istənilən bir xalq üçün, bizim millət üçün yox, bizim xalqımız üçün yox, istənilən bir millət üçün qürur bir mənbəyidir. Mən bununla əlaqəli yenə bütün Azərbaycan xalqına, burada yaşayan bütün millətlərə deməli, bu möhtəşəm qələbə münasibəti ilə təbrik edirəm. Çünki nəinki Gürcü cəmiyyəti bütün dünya gördü Azərbaycanın tolerantlığını, yəni burada millətlər nətər qardaş kimi yaşayırlar və bütün millətlərin nümayəndəsi, Azərbaycan xalqının bütün nümayəndələri bu Qarabağ savaşında qardaş kimi möhtəşəm, necə belə mehriban müharibə apardılar və nə qədər bir-birini sevdiyini, bunların aralarında heç bir belə inciklik olmadığını, heç bir başqa milli fərq olmadığını, ayrı seçkili olmadığını dünya gördü və mən düşünürəm ki, dünya Azərbaycandan yalnız hərbi strategiya, taktika yox, həm də millətlərin bir-bir necə sevməyini, tolerantlığı öyrənməlidir. Mənim bilməyim, tolerantlıqdan çoxdan